Artıq bir çoxlarınız bilirsiniz ki, hərbi jurnalist Rahib Qərib yaşadığı evin yaxınlığında bir qrup naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə ilə bağlı Baku TV-yə açıqlama verən jurnalist bildirib ki, insidentlə əlaqəli hüquq mühafizə orqanları araşdırmalar aparır. Məndə Tofaşdır. Tofaşın bir o əl əyləcin bir bağlı yerə qoydular. Bizdə maşının ortasında bir bağlı yer var. Bardacıq fasonlar bir şeylər yığırsan. Oraları axtaranda mən olsun şeyi buraxmışam. Əl torumuzu. Və maşın yavaşca mənimlə çarpaz saxlayan bir Range Rover'ə toxunub. Yəni zaten toxunub ha. Yəni yerdən hərəkət edən maşın, işə salınmayan maşın necə deyə bilər maşına? Bunlar elə bir hardansa çıxdılar, gəldi, nə bilim belə bəlkə gəldi üstünə falan. Yerə yıxılarkən mazalım olmayıb qalxmağa bir nəfər, sonra da atdılar 2-3 nəfər. Yadımda deyil, o bir nəfər yadımdadır. Təpiklərlə də topuğum çatlayıb, topuğumda çat var, gipsli. Ayağımda da qırıqlar. Tam qərar verə bilmirəm ki, bu nə ola bilər. Yəni, mənim özüm üçün ağla sığmaz və gözlənilməz bir şeydir. Araşdıracaqlar yəqin ki və çox ümid edirəm, güman edirəm ki, ortaya çıxacaq kimdir, hara bağlıdır, nə məsələdir.